Salam əziz izləyicilər. Mən yenə məcbur oldum. Sosial Müdafiə Nazirinin mənə etdiyi haqsızlığa görə yenə məcbur oldum ki, Cənab Prezidenti ölkə başçısına müraciət edəyəm. Deməli, mən Ağdam rayon keçmiş məcburi köçkünü şəhid evladı 2-ci qrup Əlil Qurbanov Ülfət Əliqismətoğlu Bərdə rayonu 866 nömrəli qəsəbədə qalılan 1011 mənzil 19-da mən buradan Azərbaycan Respublikasının prezidentinə, Bissau prezidentinə, Azərbaycan Respublikasının baş prokurorluğuna və Azərbaycan Respublikasının devlət təhlükəsində mənim müraciətim var. Mən deməli 23-ünün asmasıyam. 2003-cü ildən mən hərbi zamanı asma bronxit olmuşam. Deməli 5-ci ilə kimi mən deməli hərbini qutarandan sonra mən 2004-cü ildə qutarmışam, 2005-ci ildən bəli devlət orqanlarına, Cənab Prezidentə, Bissau Prezidentə, İspadimli kompresə getmişəm və rəhmətli anamla, oradan sonra məni Cənab Prezident və Bissau Prezidentin göstərişi əsasından düz indiyənə kimi müalicə olunam. Mədə, bağırsaq, asma. İndi məlumuz olsun ki, Cənab Prezident, mən 2025-ci ildə mənim 15 ilim tamam oldu. 2-ci qrup əlillik yanıldım. 2025-ci ildə mən komissiyadan keçdim və Ağdam, Ağzəbədi, devlət xəstəxanasında 3 dənə, 4 dənə yatışlarım ola ildə. Mən Ağzəbədidən komissiyadan keçdim, Ağdamdan komissiyadan keçdim və mənim sənədlərim Sosial Müdafiə Nazirliğindən vuruldu. Mən də gözlədim ki, mən ömürlüyə keçəm, çıxam. Deməli, Sosial Müdafiə Nazirliyi götürdü məni 3-cü qrup elədi. İndiyənə kimi də müraciətlərim olur, şikayətlərim olanda bax, bütün hər yerdən də məktublar var, evdə də var, nə qədər məktublar var. Devlət təhlükəsindən məktub gəlib, deməli, Prezident aparatından, Bissau Prezidentindən, Baş Nazirdən da eləməliyim Azərbaycanda orqanlar yoxdur. Düz indiyənə kimi şikayət eləmişəm. Deməli, mənə 4-cü ayda Sosial Müdafiə Nazirindən mənə zəng gəldi, Prezident aparatından məktub gəldi, sonra devlət təhlükəsindən belə məktub gəldi ki, və bunlar deyir ki, yenidən bunun müalicəyə ehtiyac var. Getdi sənədini təzələnə bu 2-ci, 3-cü dərəcədədir. Ortasından meriallar dəyişilib, geçsin bu təzələnən yatsın, sənət gəlsin. Mən 2026-nın 4-cü ayında getmişəm, xəstəxanada yatmışam və 3-cü dərəcə mən sənətimi gətirmişəm ki, bağdan 3-cü dərəcə asma tikdir. Bəyəkdə deyirlər 2 ilə 3-ün arasındadır. İndi mən gelib ağziyardan tutmuş bütün hər yerlərdən mən gelib 3-cü dərəcə. Ağır gedişli, kroniki və asılı vəziyyətləri. Mən də, bütün sənətlərimin hamısı buradadır. Ağziyardan belə, bütün sənətlərimin hamısı burada olurlar. İndi də mən gözləmişəm ki, bu neçə ayda, bu müraciətlərdən, şikayətlərdən dədə girib xəstəxanada yatmışam, məni yollayıblar xəstəxanaya ki, get Bakı şəhərində dinamik xəstəxanalar, müasir xəstəxanalar birində devlət xəstəxanaya yatmalısın. Getdim, hər yerdə yatmışam, Ağziyarda yatmışam, bütün xəstəxanalardan belə, Çemaşqadan belə, əlimdə EPG-lərim olaraq, bütün sənətlərim olaraq, indi mən getmişəm, Sosial Müdafiə Nazirinə zəng vurmuşam, deməli, Qayra xəttinə, orada getmişəm dünən dost mərkəzinə, orada da olmuşam. Orada da açıb baxırlar ki, mənə, orada onlara da sistemlə gəlir ki, müalicəyə ehtiyacı var. Mən Cənab Prezident, Baş Prokurordan, devlət təhlükəsindən xahiş edirəm. Mən şəhid evladıyam, mən zülüm çəkirəm. Mədə, bağırsaq, beldə qirija, 3 dəfə əməliyyat olmuşam. Qirijadan olmuşam, sinir damardan olmuşam, qasıqdan. Əməliyyatlarım da var. Hər şeydə mən ağır girişdə asmayam. 3 dənə yastıqda yatan bir insanım. Minlə baba, elfirin, gelib bütün bayımda baba dərmanları 10 gün bundan qabaq biri aldım, 10 gün bundan bunları Nisriyə gelib Ahtiyarlərdə götürmüşəm. Sağ olsun, həkim yazır, yəni həkimim var burada. Yazır, ambulator müalicələr anlamayırlar. Təzədən müalicələr çıxmışam. Səsim canımla batıbdır. Bax, elfirin, natrixlor. Baba, bunlar, hamılar hamısı da gelib özüm cebimdən pulunla almışam.
Hər ay gündə 3 dəfə mən 10 gündə bir müalicə götürürəm. Hər ay. Da mən nə qədər müalicə götürməliyəm? Bax, mən xəstəyəm da, bunu görmür də cənab prezident. İndi məlumatımız olsun ki, dünən maraqlanmışam ki, Sosial Müdafiə Nazirinin dost mərkəzində dedilər, bir də qaynar xəttinlərlə çıxmışam ora. Deyirəm, müalicəyə ehtiyac var, cənab prezident. Gelib xəstəxanada 10 gün yatıb gəlmişəm. Mən təzədən müalicəyə ehtiyacım var nədir? Mən təzə çıxmışam müalicədən. 4 dənə yatışım var, 3 dənə yatış var, 2 dənə yatış var evdə. Bax, təzə çıxmışam müalicədən, gəlmişəm evə, toxtamışam, bir də deyirlər müalicəyə ehtiyac var. Bunlar bizi ağrıya salır, bizim bunlar nə hesab edir? Cənab prezident, baba, mədə, bağırsa, bana versəbilər, salafanlarla, addelli, mən müalicə olam. Bax, əsəb üçün dərmanlar. Mən bunlarla yaşayıram. Müalicəyə ehtiyacım var mənim. Müalicə, zaten mən ildə 4 dəfə pansiyona yatıram. Hər gündə, 10 gündən bir mən Bərdədə, Ağdamın həkimlərindən müalicə yazır, müalicə olunan, asma görə. Gündə 4 dənə elfinim oturam. İndi də mənə deyir ki, müalicəyə ehtiyac var. Dünən müalicəyə yazmıyor mu ki, müalicəyə ehtiyacı var. Bu nə deməkdir? Bu hansı devlətdə görsənir? Bu hansı bu səhiyyədə göstərir? Bu professor da bunlardan başı açmış ki, dünən müalicəyə çıxır. Evə müalicəyə ehtiyacım var, mesaj gəlir. Dünən çıxmışam müalicəyə, bugün gelməliyəm müalicəyə. 10 gün yatıb gəlmişəm. Bunlar hansının sistemləri nəfər işləyir ki, dünən yatan müalicəyə bu günləri göndərirlər müalicəyə ehtiyac var. Hamıya elə mesajlar yollayırlar, yalanlar. Çünki 15 ilin xəstəsini cənab prezident, baş prokurorluq Kamran Əliyevə mən deyirəm. Azərbaycan Respublikası Devlət Təhlükəsində mən Əmin Ağayev cənablarına müraciət edirəm ki, dünən müalicəyə yatırsam, bugün gəlsəm, hamıya bax elə mesaj gəlir ki, müalicəyə ehtiyac var. Bunlar sistemini görmür ki, mən bax müalicədən çıxmışam, bax gəlmişəm. Deməli, bunlar bütün yerlərdən məktub yollayırlar ki, bu geri xəstəxanada yatmalıdır. Təzərin yerine geçsin, ağırlaşma sənət gəlsin. Bir görə həqiqətən bunlar da bu 2025-də axırıncı dəfə 2 dənə gətirmişəm. İndi 2026-da məni yolladılar ki, get pansiyona yat. Getmişəm 4-cü ay yatmışam, 5-ci ay sənədlərim vurulur. İndi gözləmişəm cavabı, müalicəyə ehtiyacım var. Bu hansı alim göstərir, bu hansı ölkədə belə göstərir ki, bunların belə saxta mesajları. Mən müalicədən çıxıb gəlmişəm, cənab prezident. Mən buradan xahiş edirəm Azərbaycan Respublikasının prezidentinə, Bizsa prezidentinə, yenidən devlət təhlükəsinə və baş prokurorluq Kamran Əliyevə xahiş edirəm. Və bu ölkədə, bu şəhid ailələrində belə zülüm verməsinlər. Biz əlillərə belə zülüm verməsinlər. Biz dərdimizi kimə deyək? Mən, bax, 3 ay bundan qabaq da mən Türkiye'nin prezidentinden beni bezdirdiler ki ondan sınıracaq istədim. Həm rəsmi, həm sosial şəbəkədə, bütün sosial şəbəkələrdə şikayətlər edirəm. Düz 2025'in axırında düz inləyənə kimi. Prezident aparatının kuratoruna, rayonlar üzrə kuratoruna bundan xəbəri var. Qiyas Yusufov, Ağdam İcra Hakimiyyətində xəbəri var. Hamısı maraqlanır. Deyir, ay qardaş, bu nədir? Səni başını oynasınlar. Bax, sən yatırsan, gəlirsən. Mənim indiyənə kimi də sarı kağızlarım üzləri dost mərkəzindən çıxartmışam. Bütün sarı kağızlarımın üzləri buradadır. Mən neçə ildir mən pensiyalım. Mən 15 ilin pensiyası alalım, bir də keçib 16 yerə 3-cü qrup verirlər. 15 ilin pensiyası qeyri-qanunu keçirdiblər 2-ci qrupa. Sosialım oradan kəsilib. Uşaqlarım universitetdə oxuyur. Ailəcim 5 nəfərdən ibarətdir. Biz dərdimizi kimi deyək. Mən o pensiyayla 250 manatdan mən dava dərmanımı alırdım. Allah bunlara nədə insaf versin. Cənab prezident, xahiş edirəm, məni Anar Əliyevin əlindən alın. Məni Sosial Müdafiə Nazirinin əlləri bərpa məclisdən mənim əlindən alın. Mənə zulüm verirlər. Mən qışqırmaqdan, çağırmaqdan, şikayət eləmədiyim orqan yoxdur, səsim də batıqdır. Mən neyniyim? Müalicəyə ehtiyacım var. Dünən çıxıram müalicədən, deyirlər ki, get pansiyona yat. Yatıram. Ağırlaşma sənət gəlsin. Təzələ sənətini vurdu. Getmirlər dost mərkəzinə. Dost mərkəzinə deyir ki, bax, sənətdə yazılır ki, ağırlaşma. Dəxlər 2 ilə 3-ün arasındadır dərəcəli. Bax, indi 3-cü dərəcəli. Get parqinidriya. Getmişəm parqinidriya. Ağdam xəstəxanası vurubdur. Ondan getmişəm Ağzəbədirə, region olaraq. 5-3 gündən sonra. Ağzəbədi qəmsiyə eləyibdir. 12 dənə həkim baxıb orada adama. Deyirlər, qardaş, sən ağır xəstəsən. Burada nə var ki? Bu da mənim ağırlaşma sənətim. Onlar da bax ki, ağır sənət. Dünənlər bu, deyək, 2025'də bu
2 ilə 3-cü dərəcədir Meriyanla. İndi 3-cü dərəcəni gətirdim, dərəcə, mərhələ. Gətirmişəm ki, mən 3-cü mərhələyəm. 3-cü mərhələ ağır xəstəyəm. İndi mənim başıma cənab prezident oynasınlar. Sizdən artıq dərəcədə xahiş edirəm. Mən buradan ya Azərbaycandan deparsasiya edeyim. Çıxım gedim hansısa bir ölkədə kömək edeyim. İmkanım da yoxdur deparsasiya olub hansı ölkədə getməyə. Ya da məni bu Sosial Müdafiə Nazirinin əlindən alın. Allah'a and olsun. İnsanların başına oynasınlar. O komitədə dəqiqədən bir elə bir hazır qoyublar. Malicə ehtiyatı, arkadaş, maddiyə ehtiyatı var. Allah sənə kömək olmaz. Lan Sosial Müdafiə Naziri. Gedirəm də, getdim malısını yatdım gəldim. Malicə ehtiyatı var, gedirəm. Yatıb gəlirlər. Ağırlaşma sənədlərlə gəlirlər. Bir ağırlaşma sənədlər. Deyirlər ki, mesaj. İndi Sosial Müdafiə Naziri, zəvurmuşam. Deyir ki, qardaş, bu sağ yollayıblar ki, sən 3-cü qrupda qaldı, təzəli getməliyə ehtiyacı var. Mani olmalısan, mani olmuşam. Təzə deyirəm, ay xanım, və təzə çıxıb gəlmişəm. Dünən yollamışım, bu gün də gəldim də. Deyək getdik, 10 gün yatdım, bu ayda gəldim. Nə oldu? Deyir, mən nağarım, qardaş, mən neyiniyim? Dost mərkəzinə deyirəm, deyir, qardaş, mən nağarım. Zəv vurmuşam, Ağzəbədinin region üzrə, Vitekinə, direktorundan belə. Deyirəm, ay doktor, mən getdim, yatdım, gəldim də, ağırlaşma sənətlə gəldim. Deyir, ay qardaş, vallahi biz də qalmışıq belə. Ağdamda deyirəm, Ağdamda deyir ki, məsul şəxslər, qardaş, vallahi biz də bağımını təsdiq edir. Pesadında vurmuşduq ki, hə, bu adam xəstədir, ağır asmatikdir. Biz də burada təsdiq edəm, səni yoxlayır. Ağzəbə oradan deyir ki, mən təsdiq edəmişəm. Sosial Müdafiə Naziri bizim başımıza nə oynasın, cənab prezident. Xahiş edirəm, Azərbaycan Respublikasının deməli, baş prokurorluğundan, Azərbaycan Respublikasının devlet təhlükəsindən. Bunu bir maraqlanın, siz də araşdırın. Sizə də bir elə məktublar yazdım. Məktublar mənə də gəlir ki, adiyyatı üzrə, sənədlərin gedibdir. Mağara Sosial Müdafiə Naziri 2-3 dəfə zəht gəldi ki, qardaş, heç də yatıb gəldim, biz də bu işlə maraqlanacaq. Təzənin gəlir ki, malicə ehtiyacım var. Bu hansı devlətdə görsər ki, sən bunu yollayırsan, gelir xəstəxanada 10 gün yatır, 15 gün yatır. Evə gəlib çatan kimi deyir, malicə ehtiyacı var. Və bu nədir? Bizi bağımlılığı yerinə qoyub oynadılar. Bu da şəhid ailələrinə hörmət, diqqət, nə bilim, Sosial Müdafiə Nazirində inkişaf buradan gəldi, getdi, əlləri bərbatı, gündözü reklam edir, saytlarla, nə bilim, hər əlallı bir telefonu Sosial Müdafiə Nazirinin işçiləri sayt açıb, o inkişaf buradan getdi, şahid ailesi buradan getdi, Qarabağ əlli buradan getdi, əlləri diqqətdə saxlamışım. Yalan deyirlər cənab prezident. Anar müəllim yalan deyir Sosial Müdafiə Naziri. Bunlar oyun oynayır orada. Bunlar bilmirəm bizə nəyə qalamaq istəyir, bizi niyə diri-diri öldürmək istəyir. Artıq dərəcədə sizdən xahiş edirəm. Mənim gənə müraciətlərimi diqqətə alasınız. Yoxlayın görün. 2025-ci ildə getdim, yaddaş yaptım, gətirin. 2026'da dediniz get yaz, gene çıxır indi gəlmişəm. Lan nə qədər müraciət edeyim də. 5-ci ay gəlmişəm, bir tane malicə ehtiyac var. Gedir yatacağım, gələcəm deyəcəm malicə ehtiyac var. Ayrı bunları adamı başlar eləməkdə başqa şeydən əllərindən gəlmir. Artıq dərəcədə xahiş edirəm. Azərbaycan Respublikasının prezidentindən, Bisra prezidentindən. Bax, cənab prezident, Ukrator'da bilir, Ukrator'da müraciət eləmişdim. Gözəl insandır, sağ olsun, Qiyas Yusufiyev. Ağdam İcra Hakimiyyətindən belə qarışdılar. Hamısı da görürlər ki, mən düzəm, düzün deyirəm. Amma nə olsun, onlar da çarəsiz qalır ki, bu Sosial Müdafiə Naziri bu vətəndaşların başına gəlir. O sırada siz də həmişə deyib ki, şəhid alərinə diqqət qayğı. Bu da bizə bunları dilədiyi diqqət qayğı. Artıq dərəcədə xahiş edirəm. Məni cənab prezident qəbul edeyim məni. Artıq dərəcədə xahiş edirəm. Kamran Əliyevdən, cənab prokurordan, devlet təhlükəsindən xahiş edirəm. Məni çağırın ora, özünüz də bax. Benim bütün sənədlərimə baxın görün mən saxtakaram yoxsa bundan saxtakardır. Artıq dərəcədə xahiş edirəm sizdən.